Yəni maddi azadlıq bilirsiniz nədir? Maddi azadlıq heç kimə möhtac olmamaqdır. Ailənizə belə, dostlarınıza belə, yaxınlarınıza belə möhtac olmamaqdır. Öz maliyyə azadlığını özün təmin etməlisən. Öz pulunu özün idarə etməlisən. Bu da bir çox hallarda həqiqətən çətin olur. Yəni mən belə deyirəm, asanmış kimi göstərməyə çalışmıram. Maliyyə ilə bağlı davranış qaydalarında etməli olduğunuz bir neçə məsələ var. Bunların haqqında danışmaq istəyirəm. Birinci məsələ xərclərinə nəzarət, ikinci məsələ gəlirlərini artırmaq, üçüncü məsələ lazımsız xərcləri ümumiyyətlə sıfırlamaq. İstirahət mütləq olmalıdır, dostlarla yığışmaq mütləq olmalı. Təbii ki, özünə zəruri ehtiyaclar nədir? Yeməkdir, qidadır, geyimdir və s. Bunlar mütləq olmalı. Amma siz bəzən mənə yazırlar, deyir ki, mən xərclərimi yazmışam və baxmışam ki, keçən ay, hər ay, növbəti ay, daha doğrusu əvvəlki aydan daha çox xərcləyirəm və maaşım sabit qalır. Mən onu deyirəm ki, onlara siz baxın görün orada nələrə xərcləyirsiniz. Ola bilməz ki, hər ay sənin vacib xərclərin ola bilər. Həyati əhəmiyyət kəsb edir. O xərclərinə düzgün nəzarət etməlisən ki, sən əlində pul qalsın, bu pula doğru formada nəzarət edəsən.